Haylar Azərbaycanın legitim tələblərini ignor etmək üçün mütəmadi şəkildə beynəlxalq səviyyədə erməni lobbistləri kimi tanınan şəxslərə və qurumlara müraciətlər göndərirlər. The human rights situation in Azerbaijan. Onlardan biri Amerika Birləşmiş Ştatları Konqresindəki Toma Lantos, İnsan Haqları Komitəsinin aprelin 29-da baş tutan dinləmələrində Azərbaycan Ermənistanla sülh prosesindən insan hüquqları məsələsində məsuliyyətdən yan keçmək üçün istifadə edir kimi absurd fikir səsləndirir. Və bu fikri səsləndirməklə də rəsmi İrəvanın hələ də beynəlxalq konjunkturun onun xeyrinə dəyişəcəyinə ümidlərini əlbəttə ki, artırır. Yəni burada hər şey aydındır. Erməni tərəfi Donald Trump'ın prezident seçilməsi ilə işlək müstəvidən çıxarılan, faktiki bloklanan 14 yanvar hərbi əməkdaşlıq xartiyasını nəyin bahasına olursa olsun xilas etməyə çalışır. USAID-in ləğvi və anti-Azərbaycan propagandası aparan Amerikanın səsi və Azadlıq, Azad Avropa radio stansiyalarının sanksiyalara məruz qalmasından sonra, belə deyək, ermənilər son şanslarını da sınamağa çalışırlar və Azərbaycanı fakt qarşısında qoymağa cəhd göstərirlər. Paşinyanın Trump administrasiyasının rəğbətini qazanmaqdan ötürü Amerika Birləşmiş Ştatlarının məşhur PR şirkətlərindən biri ilə müqavilə imzalaması da birbaşa bu məqsədə xidmət edir. Əlbəttə, məsələnin digər tərəfi də var. Artıq erməni cəmiyyəti də Paşinyanın yürütdüyü anlaşılmaz siyasətin hesabını soruşmağa hazırlaşır və revanşist qüvvələrin sıraladıqları ittihamlar dalğası Ermənistan hakimiyyətini çıxılmaz duruma salır. Vardan Oskanyan kimi keçmişin qalığı olan diplomatlar diplomatik etiketə yaraşmayan tərzdə Paşinyanı devirməyə, baş nazirin daxili siyasətinin ölkəni böhrana sürüklədiyini, cəmiyyətdə qəzəb yaratdığını, eləcə də korrupsiya və məmur özbaşınalığının vüsət götürdüyünü bildirərək insanları kütləvi itaətsizliyə, mitinqlərə çağırırlar.